Salam əleykum mənim dəyərli izləyicilərim. Deməli bu gün 28 may qəsəbəsində. Bax bu gördüyünüz bax 28 may qəsəbəsi gedir bax. Deməli burada bax obyekt satışdadır. 4 dənə, 5 dənə obyekt satışdadır. 3 sotun içində çıxarışdı, torpaqdır. Bax yolu göstərin. Dedim yoldan çəkim. Baxın bu Bakıdan gələn yoldur. Böyle gəlir, bu da Müşfiqabada gedən yoldur. Bax görürsünüz, o körpünün o tayı Müşfiqabaddır. Bax görürsünüz, bu yoldan cəmi nədir? Bir 50-60 metr içəridə bax obyektimiz satışdadır. 4 dənə, 5 dənə obyekt ayrı-ayrılıqda 3 sotun içində 135 kvadratlıq obyekt. Ayrı-ayrılıqda. Marketdə işlədə bilərsən, nə bilim, stroy material dükanında işlədə bilərsən, hər şeydə 5 dənə obyektdir da. Qiyməti 65 min manatdır, sudan ucuz. İndi içərisini göstərəcəm. Dedim qoy ətrafı göstərim, belə baxın. Dediyim kimi bax Bakıdan gələn yol, gəlir düşürsən və buradan gedirsən obyektlərə. Baxın. Bax saf market də var yanında. Bax indi obyektin içərisini göstərəcəm sizə. Bax gördünüz, bax obyektlər burdadır. Bax 1, 2, 3, 4, 5. O da qapıda oradan həyətə girir. Bax görürsünüz, içəriləri göstərim. Və görürsünüz burada PlayStation salondur. Sonra burada görürsünüz necə böyük yerdir. Bax, bura nəsə işlədə bilərsiniz da. Burada da həyətidir. Görürsünüz, bax, 3 sotun içində. Görürsünüz, bax, geniş həyəti də var. Bax, belə 3 sotun içində 135 kvadratlıq obyekti, qiymət də 65 min manatdır. İstəyən olsa, əlaqə saxlasın, gətirək göstərir. Bax, 28 may qəsəbəsində yerləşir. Özüm həyətdən bu tərəfə keçirəm ki, yəni görün ki, necə obyektdir buralar. Aha, buranı da göstərim. Bir dənə də belə bax geniş yerdir. Burada da obşi 5 dükandır. Qiyməti 65 min manatdır. İstəyən olsa əlaqə saxlasın, gətirək göstərək.